Mənim maraqlı bir pasiyent hekayəm var. Belə ki, son vaxtlar görürük ki, pasiyentlər bizə müraciət edəndə, onların anamnez toplayarkən biz soruşuruq, energetik içkilər istifadə edirsinizmi, edirsinizsə günlük neçə qutu? Son zamanlar gənclərdə çox, xüsusən də yay aylarında havalar istiləşəndə bu energetik içkiləri sərinləşdirmək məqsədi ilə çox tükətirlər. Yəni gün ərzində 3 dənə, 4 dənə, 10 dənəyə qədər istifadə edənlər var. Bizim pasiyentimiz Gəncədən gəlmişdi, isti bir şəraitdə işləyirdi, çörək sexində və gün ərzində 5-10 arası energetik içki istifadə eləməsi və bu səbəbdən də bizə təcili yardımla gəlmişdi, həyatı təhdid edici aritmiya ilə. Mədəci taxikardiyası ilə müraciət elədi və xəstədə təbii ki, aparılan müayinələr, müalicələr nəticəsində xəstənin sırf bu həyati təhdid edən aritmiyanın energetik içkidən qaynaqlandığını dəqiqləşdirəndən sonra bu döyüntülər aradan qaldırıldı, xüsusi müalicə metodları vasitəsilə və xəstəmiz tam sağalaraq evə yola salındı. Bu səbəbdən də gənclərə tövsiyə etmək istəyirəm ki, bu energetik içkilər tərkibində çox zərərli, ürək sağlamlığına zərər verəcək maddələrlə zəngin olduğuna görə bu qədər yüksək miqdarda və yerli, yersiz və xüsusən də biz gənc yaşlarda, kiçik yaşlarda belə insanların əlində energetik içki ilə yol gedərkən belə çox rahat şəkildə görə bilirik. Yəni bu energetik içkilərin istifadəsinə qəti şəkildə yol verilməsin.